Aziz Azərbaycan xalqı, verilişə başlamadan öncə birinci və ikinci Qarabağ müharibəsində şəhid olan qardaşlarımın və qazilərimizin önündə baş əyirəm. Çünki öz adımdan həftəyə Azərbaycan qalan izləyicilər adından baş əyirik. Çünki onlar bu xalqın övladları olaraq torpaqlarımızı geri qaytardılar. Amma təəssüflər olsun, torpaqlarımızın geri qayıtsa da ölkədə bəzi qüvvələr, yəni hakimiyyətdə bəzi daxili qüvvələr, 5-ci kolon dediyimiz qüvvələr öz məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edirlər. Hətta vəziyyət o həddə çatıb ki, hakimiyyətin keçmiş baş memarı və baş kardinalı Ramiz Mehdiyevin hiylə siyasəti ucbatına günah olmayan şəxslər onun projesinə daxil olub. Demirəm bəlkə də günah var, günah yoxdur, onun istinaq müəyyənləşdirəcək. Mən AXDP sədri Əli Kərimli barədə demək istəyirəm ki, yəni bu adam münasibətlərimiz yoxdur. Vaxtilə olub münasibətlərimiz, indi yoxdur. Yəni bu adam həbs olunub, 2 ay 15 gün həbs olunub, istintaq gedir, indi sübut olunacaq istintaqın əsərdir. Amma maraqlısı budur ki, Ramiz Mehdiyevə qarşı ittihamlarda təqsirləndirilən Əli Kərimliyə qarşı ilə sürülən sübutsuz ittihama görə, yəni belə deyirlər onun ətrafdakılar, bəzi deputatlar AXDP və Müsavat partiyalarının bağlanmasını istəyirlər. Maraqlısı budur ki, aparıcı müxalifət partiyalarının bağlanması təklifini koronavirus dövründə Ramiz Mehdiyevin nəvəsinin toy məclisində iştirak edən deputat Siyavuş Novruzov deyir. Bu deputada sual olur. Birincisi, istintaq kimin günahkar, kimin günahsız olduğunu müəyyənləşdirəcək. İkincisi, Siyavuş Novruzov Ramiz Mehdiyevə qarşı ittihamlara görə yap dünəndən bağlanmalıdır. Ramiz Mehdiyev 25 il ərzində yap iqtidarında ikinci şəxs olub. O, Azərbaycanda seçkilərin saxtalaşdırılması, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının sektorunun nəzarətə götürülməsi, GİP müxalifətin yaradılması projelərinin memarı və baş icraçısı olub. Adam 25 il ərzində prezident administrasiyasına rəhbərlik edib. Vaxtilə Ramiz Mehdiyevə səcdə edən Siyavuş Novruzov kimi bəzi deputat və məmurlar utanmadan ayıblarına kör olma əvəzinə müxalifət partiyalarının, AXDP və Müsavat partiyanın bağlanmasını çağırış edirlər. Mən onu bilirəm ki, bu çağırışlar özlərini sığortalamaq üçündür. Bu Ramiz Mehdiyevə yaxın olan adamların özünü sığortalamaq üçün bu oyunları oynayırlar. Amma təəssüflər olsun, vaxt gələcək hamımızda davam verərsiniz. Çünki sizin kimlər hakimiyyətdə çoxdur, 5-ci kolon üzvlərsiniz və özünü sığortalamaqla mümkün deyil. Çünki siz Ramiz Mehdiyevə səcdə edən adamlar özünü sığortalamaqla xeyri yoxdur. Yalanla ona qarşı iddiamlar söyləsiniz də, söyləməzsiniz də. Hakimiyyət yaxşı bilir ki, dövlət düz strukturları yaxşı bilir ki, siz kimlərsiniz. Mən Aqil Mahmudov, Həftəlik Azərbaycan.